Hı hı. Hər birinizi salamlayıram. Buradan mən texniki işləri həll etməyə çalışıram. Qoşulmaq istəyənlər var. Hı hı. Necəsiz? Ümid edirəm hər bir şey yaxşıdır. Bugün sizinlə canlı yayımımız baş tutacaq. Mən bir çox qeydlər hazırlamışam. Bugün sizinlə hansı mövzular üzərində danışacağıq. Amma başlamamışdan öncə qısa özüm haqqında məlumat vermək istəyirəm. Çünki bilirəm ki, bir çoxlarınız məni tanımırsınız. Hal-hazırda kanalımızda 70-dən çox yeni izləyicimiz var. Hər birinizi salamlayıram. Kaydı mütləq çalışacağam ki, əlavə edin, baxa bilməyənlər də baxar, amma canlı mütləq baxmağınız çox vacibdir, çünki münasibətlər haqqında danışacağıq bugün və mən istəyirəm ki, münasibətlər haqqında sizi narahat edən və məqsədləriniz olan bir çox məsələləri burada açaq və suallarınızı rahat bir şəkildə cavablandırım. Mən Zeynəb Haqverdiyeva, hal-hazırda ailəliyəm, 3 körpə övladım var. Biri yəqin ki, səsi gəlir orada, atası ilə birlikdədir. Bir illə yaxındır ki, artıq münasibətlər üzrə koçam, öz şirkətimi açmışam, həmçindəki bir təhsil almışam və hal-hazırda şirkətimi açıb öz şirkətimi böyüdürəm. Və bugün biz münasibətlər haqqında danışacağıq, çünki gördüm ki, həqiqətən də Instagramda bir çox izləyicilərimiz əsasən münasibət yönümlü istəyir və bugün bunu danışmağımın əsas bir sirrini də deyəcəm. Mən Telegramda qeyd etmişdim. O haqda podkast hazırlamamışam, amma düşünürəm ki, o haqda da podkast hazırlayacağam. Amma buradan qısaca danışmaq istəyirəm ki, münasibətlər mövzusu 2026-cı ildə çox dərin bir mövzu olacaq və bir çox insanların uğur qapısı olacaqdır. Nəyə görə? Çünki biz nə qədər özümüz daha uğurlu olmaq üçün qadınlar hal-hazırda əsasən hansı üsullardan istifadə edir? Öz ayaqlarının üzərində durmaq üçün daha çox çalışmaq, daha çox uğur əldə etmək, hansısa bir işə başlamaq, hansısa bir biznes qurmaq və daha çox münasibətlərdən uzaqlaşırlar. Münasibətlərdən uzaqlaşmalarının əsas səbəbi hal-hazırda onların həyatında düzgün istədikləri bir münasibəti qura bilmədikləri üçündür. Və bu münasibətlər onların həyatında istədikləri kimi getmədiyi üçün onlar münasibətdən uzaqlaşır, biznesə, pula daha çox yönəlirlər. Amma qaçırdığımız bir nüans var ki, münasibətlər bizim bütün həyatımızı əhatə edir. Və bizim nə qədər düzgün münasibət qura bilməyimiz, bizim nə qədər pul qazana bilməyimiz, bizim nə qədər uğurlu ola biləcəyimiz və ən əsası bizim nə qədər çox xoşbəxt ola biləcəyimizin bir göstəricisidir. Çünki hal-hazırda bizim insanlarla qurduğumuz kommunikasiya üsullarıdır, münasibətlərdir. Bu bizim həyatımıza çox-çox təsir edir. Bəli, bugün mən daha çox partnyor münasibətlərindən danışacağam, amma siz bunu müştəriləriniz üçün də nəzərdə tutasınız və yaxud da ki, bunu başqa öz əhatəniz üçün də nəzərdə tuta bilərsiniz, öz rəfiqələriniz üçün də nəzərdə tuta bilərsiniz. Bütün ssenarilər eynidir, bütün üsullar eynidir, bütün sxemlər eyni olur. Sadəcə olaraq biz əsas kök səbəbi araşdırıb tapmalıyıq ki, bizim münasibətlərimizdə nədir bizə mane olan ki, biz hal-hazırda istədiyimiz münasibəti həyatımızda yaşaya bilmirik. Münasibətlər bizə daha çox enerji verir. Əsasən də ailə münasibəti, partnyor münasibəti, partnyordan aldığımız dəstək. Dəstək olaraq bu bizə qayıdır, bu bizə xoş enerji, xoş müsbət enerjilər olaraq qayıdır və əsasən də bu bizə daha çox pul və gəlir olaraq qayıdır. Və əgər münasibətlər bu qədər gözəl bir şeykən, biz niyə münasibətlərdən uzaqlaşırıq? Bəli, bilirəm ki, biz nə vaxt ki, münasibətlərlə qurmağa başlayırıq, münasibətlərə giririk. Daha çox hansı problemlər olur? Siz aşağıda suallarınızı da qeyd edə bilərsiniz, amma mən çox insanlardan eşidirəm ki, onlar münasibətdə ya rədd edilirlər, ya uzun müddətli münasibət qura bilmirlər, ya onların sərhədləri pozulur, ya istədiyi nəticəni əldə edə bilmirlər. Hörmətsizlik, dəyərsizlik, sevgisizlik və bunun kimi bir çox hallar münasibətdə baş verdiyi üçün insanlar münasibətlərindən davamlı şəkildə uzaqlaşır, fikirlərini başqa yönə yönləndirməyə çalışırlar. Biznesdir, uğurdur və s. Amma ki, əgər bir tərəfdə münasibət yaxşı deyilsə, siz nə qədər çox çalışırsınızsa çalışın. Siz başqa tərəfdən nə qədər enerji almağa çalışın, nə qədər istirahət etməyə çalışın, yenə də istədiyiniz o nəticəni əldə edə bilməyəcəksiniz. Çünki münasibətlər həqiqətən də sizə çox-çox böyük resurs verir. Amma hansı insanlar ki, 2026-cı ildə münasibətlərini qaydasına qoymayacaq, yenə
icazə verəcəklər ki, münasibətlərində insanlar onların sərhədlərini pozsunlar və yaxud da ki, onların həyatlarına qarışsınlar və yaxud münasibətlərinə görə bir çox şeylərdə özlərinə xəyanət edəcəklər. O insanlar 2026-cı ildə istədiyi xoşbəxtliyi və istədiyi uğuru əldə edə bilməyəcəklər. Ona görə də mən bugün ödənişsiz münasibətlər canlı yayımını ona görə etdim ki, bütün suallarınızı cavablandırım. Buradan məndən kök səbəbləri dinləyəsiniz və bu 2026-cı ildə bunun üzərində işləyəsiniz. Çünki bilirəm ki, bir çox məqsədləriniz var 2026 il üçün və istəyirəm ki, hər birisi reallaşsın. Mən buradan bir tərəfdən sualları da baxım. Hal-hazırda mənə çox gözəl nəticələr gəlir. Mən çalışıram ki, kanalda sizinlə də nəticələri bölüşüm. Hər birisini ayrı-ayrılıqda bölüşəcəm. Çünki hər birisi ayrı-ayrılıqda dərin nəticələrdir. Heç biri elə belə əldə edilmiş nəticələr deyil. Mən çox sevinirəm ki, artıq mən müştərilərimə rahat bir şəkildə nəticələr verə bilirəm. Müştərində dəyişiklik olur ki, artıq onlar nəinki münasibətlərini düzəltməyə başlayıblar. Çoxları mənə geri dönüş edirlər ki, yeni münasibətlərə başlayıblar, rəfiqələri ilə münasibətləri tamamilə dəyişilibdir, müştərilər artmağa başlayıb. Çünki biz müştərilərlə də münasibət qururuq, kommunikasiya qururuq. Və bu doğru sxem olmadıqda müştərilər də bizdən uzaqlaşır. Ən əsası partnyorlarından çox dəyərli qızıl hədiyyələri, daha sonra iPhone hədiyyələri var. Bütün bunlar məni çox sevindirir. Ən əsası isə keçən dəfə bir müştərim mənə yazıb ki, o uzun müddətdir ki, münasibətində çox təəssüf olsun ki, fiziki və psixoloji şiddət görürdü. Bizimlə uzun müddətlik bir seansdan sonra keçən dəfə mənə yazıb ki, artıq bu dayanıb və o partnyoru ilə arasında öz sərhədlərini qoya bilir və bunu tamamilə dayandırıb. Mənim üçün isə ən gözəl nəticə budur. İndi keçək əsas mövzuya. Bizim əsas danışmaq istədiyim. Nəyə görə biz davamlı şəkildə münasibətdə eyni sxemləri yaşayırıq? Nəyə görə biz partnyorları dəyişsək də və yaxud da ki, rəfiqələri dəyişsək də biz davamlı eyni sxemlərə düşürük? Davamlı bizim istəklərimizə qarşı xəyanət edirlər. Davamlı bizim sərhədlərimizi pozurlar. Daha çox münasibətdə hansı problemlər yaşayırsınız? Qarşı tərəfdən müştərilərim deyir ki, dəyəri görə bilmirəm, sevgini görə bilmirəm. İstədiyim hədiyyəni ala bilmirəm, qayğını görə bilmirəm. Əlbəttə ki, biz münasibətdə enerji almağımız üçün əlbəttə ki, münasibət zamanı lazımdır ki, qarşı tərəfdən həmin o sevgini, həmin o qayğını və əsasən də həmin o hörməti hiss edə bilək. Əgər biz bunları hiss ediriksə, bəli, enerji alırıq. Yox, əgər münasibət zamanı biz həmin o hörməti, enerjini ala bilmiriksə, əksinə enerji veririk. Və biz münasibətlərə enerji xərclədikdə bizim ümumiyyətlə həyatımızın digər sferaları var ki, bizim sağlamlıq sferamız ən əsası. Çünki bizim münasibətlərimizdə yaşadığımız sxemlər, bizim münasibətlərdə yaşadığımız duyğular, hisslər bizə sağlamlıq tərəfdən çox təsir edir. Münasibətlərdən sonra nəyə görə çox təsir olsun ki, qadınlarda bir çox xəstəliklər başlayır. Əsasən də xərçəng xəstəlikləri və daha çox pis xəstəliklər. Bütün bunların tək səbəbi münasibətlərində yaşadığı duyğulardır. Nə qədər ki, bir qadın münasibətində davamlı şəkildə dözüm rolundadır, nə qədər ki, özünə xəyanət edir, o xanımların həyatında, sağlamlıqlarında davamlı şəkildə, ciddi şəkildə problemlər olur. Ona görə də istəmirəm ki, 2026-cı ildə siz bu münasibətlər hissəsini yenə də bir kənara atasınız. Yenə də göz ardı edəsiniz hansısa qorxulara görə, hansısa səbəblərə görə. Hal-hazırda həyatınızda ən vacib sahələrdən biri münasibət sahəsi olmalıdır. Çünki bunun üzərində nə qədər işləsəniz, bu sxemləri nə qədər dəyişdirsəniz, sizin həyatınızda sağlamlıq tərəfdən və ən əsas da enerji resursu tərəfdən çox-çox gözəl nəticələr gələcəkdir. Bəs bizim münasibətlərimiz nəyə görə davamlı şəkildə eynidir? Biz partnyorları da dəyişsək, münasibətləri də dəyişsək və yaxud da ki, özümüzü də dəyişməyə çalışsaq, partnyorumuzu da dəyişməyə çalışsaq, eyni sxemlər davamlı davam edir. Yəni, eyni olur, nə qədər çalışsaq da istədiyimiz səbəbləri ala bilmirik. Əslində, bunların kök səbəblərindən ən əsas birincisi bizim uşaqlıqda gördüyümüz ana atamızın bir-biri ilə olan ünsiyyət sxemləridir.
münasibət sxemləri yaşadığı ssenarilərdir. Uşaqlıqda, hətta anamızın bətnində ilk yarandığımız gündən etibarən anamızın yaşadığı duyğulardır. Onların münasibətlərində bir-biri ilə yaşadığı ssenarilərdir. Bütün bunları bizim beynimiz sanki bir kopya kimi kopyalayır, götürür. Özünə lazım olanları necə algılayırsa, necə görürsə, balaca kiçik bir uşaq, iki insanın bir-biri ilə olan münasibətini necə görürsə, şuur altına kopyalayır və bu onun üçün təhlükəsiz münasibət sxemi olur. Yəni ki, əgər uşaq uşaqlıqda görürsə ki, valideynləri davamlı təşviş içindədir, davamlı dava edirlər, davamlı nəsə aralarında münaqişə var, boşanma ola bilər, ayrılıqlar ola bilər, daha sonra bir çox səbəblər ola bilər. Bütün bunların hər birisini təhlükəsiz bir sxem kimi kopyalayır. Çünki şuuraltı uşaqlıqda nə görürsə, o onun üçün yaxındır, doğmadır, təhlükəsizdir. Və buna görə də siz də bu ssenarilərdə əgər böyümüsünüzsə, böyüdükdən sonra bunları yaşamağınız normal olur. Əgər biz uşaqlıqda davamlı şəkildə görmüşüksə ki, ana fədakarlıq edir və yaxud da ki, ana nələrəsə dözür. Bunlar bizim üçün normal hisslər və normal duyğular olur. Və biz böyüdükdən sonra öz həyatımızda da bu duyğuları yaşayırıq. Daha yaxşısını yaşaya bilmirik. Bəli, biz xoşbəxtçilik, həzz istəyirik, münasibətlər, rahatlıq istəyirik, sevgi istəyirik. Əgər uşaqlıqda bu bizdə yoxdursa, alınmayıbsa, bu bizim şuuraltımız üçün təhlükə kimi kodlanıb. Və buna görə də siz davamlı şəkildə münasibətinizdə davamlı həzz almağa çalışsanız da, sizin yaşayacağınız orada tək duyğu fədakarlıq olur. Hansısa aşağı duyğular olur, hansısa dözmək olur, ayıb utanc duyğuları olur və s. İkinci bir sxem, ən əsası, bizim təkcə ana-atamızın yaşadığı ssenarilər deyil. Əsas burada nəsil proqramlanmasıdır. Nəslimizdəki qadınlar necə münasibət sxemləri yaşayıblar? Onların həyatında münasibət necə olub? Bunlar da nəsildən nəslə bizə ötürülür. Və bəzən biz heç səbəbini də anlamırıq, başa düşmürük ki, bizim həyatımızda niyə belə olur? Çünki bu şeylər üçün adım atmıram. Mən bunları etmirəm. Amma nəticə elə yerə gətirib çıxarır ki, münasibətdə yenə də istəmədiyimiz bir yerdə oluruq. Bu xəyanət ola bilər, tərk edilmə ola bilər və yaxud da ki, ümumiyyətlə boşanma səbəblər ola bilər. Yanımızdakı partnyorumuzun davamlı şəkildə işlərinin zəifləməsi ola bilər. Qarşı tərəfin bizə diqqətsizliyi ola bilər. Davamlı şəkildə bizim dözüm duyğusuna düşdüyümüz anlar ola bilər. Bütün bu səbəblər bizim əslində nəslimizdəki qadınların yaşadığı proqramlardır və bunlar DNK vasitəsilə bizə keçirilir. Siz diqqətlə baxıb analiz edə bilərsiniz. Əgər ailədə valideynlərinizin yanındasınızsa, onlardan soruşa da bilərsiniz ki, maraqlana da bilərsiniz. Sadəcə biraz baxın, analiz edin, görün necə də uyumlu olur. Sizin nəslinizdəki qadınların ailə münasibətləri necə olub? Hansı ssenariləri yaşayıblar? Onların ümumiyyətlə münasibətlərində nə baş veribdir? Ümumiyyətlə sizin nəsillərdə xoşbəxtlik sxemi varmı? Rahatlıq, həzz, istirahət sxemi varmı münasibətlərdə? Sevilmək, dəyər görmək. Yoxsa daha tək əksinədirmi? Fədakarlıq, dözmək və yaxud da ki, dəyərsizlik və yaxud da ki, ümumiyyətlə özünə zaman ayıra bilməmə. Əgər sizə nəsildən bunlar ötürülübsə, siz bunları dəyişdirməlisiniz. Nəsil proqramlarını və bunun əvəzinə hal-hazırda özünüz istədiyiniz proqramları şuur altınıza əlavə etməlisiniz ki, siz artıq bundan sonra istədiyinizi yaşaya biləsiniz. Yoxsa siz əgər buranı dəyişdirmirsinizsə, şuur altındakı proqramları özünüz istədiyiniz kimi istifadə edə bilmirsinizsə, nə baş verir? Siz yenə də eyni ssenarilər yaşayırsınız. Nə qədər maskalanmağa çalışın, nə qədər yaxşı qız roluna girək və yaxud da ki, nə qədər münasibətdə nə isə davamlı özümüz verək, fədakarlıq edək, nələrdənsə qurbanı keçək, özümüzə xəyanət edək, münasibətdə ən çox yaşanan şeylər münasibətimiz davam etsin deyə və düşünürük ki, xoşbəxt olmaq üçün davamlı şəkildə öz istəklərimizə xəyanət etmək lazımdır. Xəyanət dedikdə nə nəzərdə tuturuq? İnsanlar daha çox partnyorun xəyanətinə baxır və düşünür ki, ən böyük ağrı acı bəlkə də qarşı tərəfin mənə xəyanət etməsidir.
Amma bugün istəyirəm ki, düşünəsiniz, siz özünüz hansı hallarda özünüzə nə qədər xəyanət edirsiniz? Hansı anlarda öz seçimlərinizdən, öz istəklərinizdən keçirsiniz və yaxud da ki, davamlı şəkildə sərhədlərinizin pozulmasına icazə verirsiniz. Psixoloji şiddət ola bilər bu. Bu nə hansı hallarda və nə vaxt baş verir və bütün bunlara siz nə qədər dözürsünüz? Baxın, bir daha qeyd edirəm. Bizim yaşadığımız münasibət bizə enerji verməlidir. Bizdən enerji almalı deyil. Əgər yaşadığımız münasibət bizdən davamlı şəkildə enerji alırsa və bu bizim sağlamlığımıza zərər verirsə, deməli bizim münasibət sxemlərimiz düz deyil və bunun üzərində işləmək ki, bu eyni şəkildə davam etmir. Bu daha da böyük münaqişələrə, daha da böyük təşvişə, bizim münasibət sahəmizdən çıxır, sağlamlıq sahəmizə keçir, sağlamlıq sahəmizdən keçir, biznes sahəmizə keçir, oradan bizim özünün inkişaf sahəsinə keçir, daha sonra digər bütün bizim həyatımızda hansı ki 8 sfera var, 8 sahə var, bizim üçün çox vacibdir. Onların hər birisinə münasibət təsir edir. Aşağıda yaza bilərsiniz, ən çox nələrdə özünüzə xəyanət edirsiniz, nə sizin üçün çətindir, münasibətlərinizdə nəyi dəyişdirmək istəyərdiniz. Bu arada qeyd edim, sonda kim istəsə, bizim bir açıq sessiyamız olacaqdır, mən hədiyyə edəcəm. Açıq sessiya odur ki, siz buradan əl qaldıracaqsınız, orada əl işarəsi olmalıdır. Mən sizin səsinizi açacağım, siz mənə məqsədinizi deyəcəksiniz. Münasibət haqqında hansı məsələ üzərində işləmək istəyirsiniz və yaxud da ki, nəyi dəyişdirmək istəyərdiniz. Sadəcə səsiniz gəlir, görüntünüz olmur. Ən əsası odur ki, burada qayd olunur, sadəcə sonra kanalda paylaşılacaqdır. Yəni səsiniz sadəcə qayd olunacaqdır. Məsələnizi deyirsiniz və mən burada sizinlə canlı şəkildə işləyirəm. Sizə yol göstərəm ki, nəyi dəyişdirməlisiniz, nəyə görə hal-hazırda siz bu münasibəti yaşayırsınız. Sonda kimlər istəyirsə buradan əl işarəsinə toxuna bilər. Əla. Artıq maraqlananlarımız var. Özümüzə xəyanət nədir? Bayaq qısaca keçdim, amma yenə də ciddi şəkildə deyirəm. Özümüzə xəyanət ən kiçik şeydir. Biz münasibətdə ki, bu münasibətdə istədiyim həzzi ala bilmirəm. İstədiyim rahatlığı tapa bilmirəm. Bu münasibəti ayaqda saxlamaq üçün hansısa istəklərimdən davamlı şəkildə keçməli oluram. Davamlı şəkildə mənim sərhəddim pozulur bu münasibətdə. Davamlı şəkildə mən bu münasibətdə rollarımı dəyişməli oluram. Bu haqda bizim daha sonra canlı yayımlarımız olacaq. Amma qısaca toxunmaq istəyirəm ki, münasibətdə biz qadın olmaq yerinə bəzən münasibətimizi qorumaq üçün kişi roluna keçirik. Əlbəttə ki, bu yanlış sxemdir və bu yanlış seçimdir. Əgər münasibətlərdə nə etməli olduğunuzu bilmirsinizsə, əksinə, siz daha da yanlış yöntəmlərə əl atırsınız. İnsanlar, xanımlar nə edir? Əgər münasibətim yaxşı deyilsə və mən münasibətimi düzəltmirəmsə, üzərində işləyib, problem deyil. Mən kişi işlərini də özüm görərəm. Ata roluna da özüm keçərəm övladlarım üçün. Və yaxud da ki, ümumiyyətlə hədiyələr mənə bir tərəf məni ümumiyyətlə sevməsin, bircə mənə dəyməsin, mənə yaxınlaşmasın, kənarda dursun, mən ondan danışmayım. Yenə də bu evliliyi və yaxud da ki, bu münasibəti belə davam etdirərəm. Və yaxud da ki, problem deyil. Qoy, hər dəfə mənim sərhədlərimə toxunsun. Bir-iki sözdür də deyir və yaxud da ki, ümumiyyətlə mənə dəyər vermirsən, gün ərzində mənə öz sevgisini göstərmirsə, göstərməsin. Əsas odur ki, belə rahat bir şəkildə irəliləyirik. Əsas odur ki, bu münasibət davam edir. Əsas odur ki, başqaları bizim haqqımızda nəsə demir. Hansısa qorxularımıza görə davamlı şəkildə özümüzə xəyanət edirik. Və bunun fərqində olmuruq belə. Bunun bizim sağlamlığımıza nə qədər zərər verdiyini, bu bizim ümumiyyətlə cinsəl həyatımıza nə qədər zərər verdiyini, bunun bizim bütün həyatımızın sferalarına toxunduğunu, nə qədər zərərli olduğunu başa düşmürük. Və sonra bizim həyatımızda anidən bir şey baş verir, daha da betər. Bizim duyğularımız ölür. Biz öz duyğularımızı, hiss etmə duyğularımızı öldürürük bu şəkildə. Yəni, düşünün ki, siz əlinizi isti bir suya salırsınız, amma o sizin əlinizi yandırır. Siz onu hiss etmirsiniz. Çünki duyğularınızı o qədər öldürübsünüz. Elə ona görə də münasibətdə bir müddətdən sonra qarşı tərəf sizi incitsə də, siz bunu hiss etmirsiniz və düşünürsünüz ki, bu normaldır. Normal deyil. Sadəcə o, siz hisslərinizi bastırıb öldürmüşsünüz. Özünüzə xəyanət edə-edə.
Ata tərəfdə qadınlara şiddət, hətta cinayət olub. Ana tərəfdə isə dəyərsizlik duyğusu. Saçını süpürgə eləmək. Mən ümumiyyətlə münasibət quram. Bəli, əgər biz uşaqlıqdan bu sxemlərlə gəlmişiksə, münasibət qurmaq da bizim üçün qorxulu olur. Elə ona görə də istədiyimiz münasibəti qura bilmirik. Çünki şuur altı bütün bunları çox yaxşı bilir. O bilir ki, münasibət qursa, bəli, biz bilmirik bizim nənələrimiz və yaxud da ki, ulu nənələrimiz nələr yaşayıbdı. Amma şuur altı DNK-lar vasitəsilə gələn bu şeyləri çox yaxşı bilir. Ona görə də ya münasibət qurmaq istəmir, çox qorxur bütün bunları yenidən yaşamaqdan. Biz bilməsək belə, biz ümumiyyətlə eşitməsək belə. Və yaxud da ki, münasibət qurduqda eyni senariləri həyatına çəkir. Eyni şeyləri yaşayır. Ona görə də biz hər iki tərəfdən də, həm ata tərəfdən, həm ana tərəfdən bütün bu münasibət sxemlərini yenidən dəyişməliyik. Onların həyatlarında yaşadığı münasibət sxemlərini onlara geri qaytarıb öz yeni münasibət sxemlərimizi qurmalıyıq. Çünki keçmişdə yaşanan münasibət sxemləri hal-hazırda bizim üçün uyğun, dinlərimiz üçün deyil. Bizə hal-hazırda uyğun olan münasibət sxemləri hansılardır? Daha çox sevilmək, dəyər görmək, həzz almaq münasibətimizdə, istədiyimiz cinsəlliyi yaşaya bilmək və bunun kimi bir çox münasibət sxemləri. Çünki bizə enerji verən bunlardır. Bizi daha çox uğura aparan, daha çox xoşbəxtlik gətirən münasibətlər bunlardır. Biz ümumiyyətlə koçlarla işləyərkən bir şeyə çox diqqət etməliyik. Bəli, bütün terapiyalar, bütün koçlar bizim həyatımıza hansısa faydaları verir və bütün texnikalar doğrudur. Amma əsas məsələ bizim hal-hazırda nəyə ehtiyacımız var? Biz hal-hazırda hansı məsələmizin üzərində işləməliyik? Əgər sizin ümumiyyətlə kökdə çox dərin bir səbəb varsa və siz o səbəbə görə münasibət qura bilmirsinizsə və yaxud da ki, ümumiyyətlə o münasibət hal-hazırda istədiyiniz kimi irəliləmirsə, onu həll etməyə əvəzinə hansısa ailə dizimi edib və yaxud da ki, hansısa fərqli bir terapiya etsəniz, siz başqa bir tərəfə toxunmuş olursunuz. Həmin kök səbəb orada qalır. Ona görə də ilk öncə ən əsas lazımdır ki, siz birə-bir məşğul olasınız. Fərdi qoşulasınız və görəsiz sizin əsas kök səbəbiniz nədir? Və yaxud da ki, koçlarla işləyərkən siz ilk öncə sualı düzgün verməlisiniz, müraciəti düzgün verməlisiniz ki, mənim məsələm budur, mən bunu həll etmək istəyirəm. Və koçlar da ona görə sizə yönləndirmə etsin ki, siz əsas bu məsələnin üzərində işləməlisiniz. Təlimlərə qoşula bilərsiniz, fərdi sessiyalara gedə bilərsiniz, amma ilk öncə siz özünüz doğru əsas səbəbi deməlisiniz ki, koçlar ona görə yönləndirmə etsin. Yox, əgər siz bunun üzərində sadəcə başqa yollarla işləyirsinizsə qalacaqdır. Ən əsası kök səbəb sizin nəslinizdəki qadınların sxemini dəyişməyinizdir, ana-atanızın senarilərini dəyişməyinizdir və ən əsası indi bir gəlir sonuncusu. Onu da deyəcəm, sualları oxuduqdan sonra onun üzərində işləməyinizdir. Mən problemin nə olduğunu bilirəm, amma necə dəyişə bilərəm, onu bilmirəm. Necə dəyişməli olduğunuzu koçlarla işləyirsiniz artıq. Onlar sizə birbaşa şuuraltı texnikalar edərək yol göstərirlər və siz orada daha dərindən öz üzərində işləyə bilərsiniz. Mənimlə də işləyə bilərsiniz, başqa bir koçla da işləyə bilərsiniz. Bütün bu dediyim səbəblərin üzərində bizim bu ay təlimimiz başlayacaqdır. Böyük, geniş bir proqramdır. Bu proqram sırf münasibətlərə və qadınlara aid olacaq. Çox gözəl bir proqram hazırlamışam. Bütün bu nüansların hər birinə toxunacağıq. Ailə senarilərini dəyişəcəyik. Şuuraltımızda istədiyimiz kimi proqramlayacağıq. Daha sonra qadınlar üçün olan nəslimizdəki qadınların senarilərini özümüz istədiyimiz kimi dəyişəcək və ən əsası indi danışacağım. Bizim anamızla və yaxud da ki, atamızla yaşadığımız münasibət sxemimiz necə bizim partnyorumuzla olan münasibət sxemimizə təsir edir? Bu haqda bütün dərin texnikalar olacaq. Geniş, böyük bir proqram olacaqdır.
bu haqda daha dərindən işləyə biləcəksiniz. Üçüncü ən əsas nüans bayaq da dediyim kimi, münasibətimizdə təsir edən və münasibətimizdə yaşadığımız ssenarilərin səbəbi anamızla və atamızla bizim yaşadığımız münasibət sxemləridir. Uşaqlıqda anamızla, atamızla hansı münasibət sxemlərini yaşamışıqsa, bu böyüdükdə bizim partnyorumuza da yansıyır. Biz onlara proyeksiya edirik və partnyorumuzla da eyni münasibət sxemlərini yaşayırıq. Nəyə görə? Çünki uşaqlıqda bu sxemləri gördüyümüz üçün bu bizim üçün təhlükəsiz sayılır və nə vaxta qədər ki, biz şüur altı bunun üzərində işləyib bunu dəyişmirik, partnyorumuzla eyni münasibəti davam etdiririk. Əgər valideynlərimizdən psixoloji və yaxud da ki, fiziki şiddət görmüşüksə, bu bizim partnyorumuzda da davam edir. Əgər qarşı tərəfdən dəyərsizlik, hörmətsizlik görürüksə, deməli bu bizim valideynlərimizlə olan münasibətimizdə də olub. Valideynlərimizdən istədiyimiz dəyəri, istədiyimiz hörməti ala bilməmişdik. Əgər valideynlərimiz bizim sərhədlərimizi necəsə pozubsa və bu bizə təsir edibsə, partnyorumuz da davamlı şəkildə necəsə bizim sərhədlərimizi pozur. Və yaxud da ki, əgər bir çox ən əsas səbəb xəyanət mövzusu. Əgər biz xəyanət görürüksə, deməli valideynlərimizdən də nə vaxtsa xəyanət olduğunu hiss etmişik, əsasən də ana mövzusunda. Bu o demək deyil ki, anamız gedib bizə başqa biri ilə aldadıb və yaxud da ki, xəyanət edib. Xeyr, sadəcə olaraq bu kiçik bir yalan belə ola bilər. Uşaqlıqda anamızın bizə dediyi kiçik bir yalanı belə biz xəyanət olaraq algılamışıq və yaxud da ki, onun atamızla olan münasibətini xəyanət olaraq algılamışıq. Məni seçmir, atamı seçir və yaxud da ki, mənə yalan danışdı, məni aldatdı. Bu bizim həyatımızda partnyorumuzla olan münasibətimizə proyeksiya edir və eyni xəyanət mövzusu həmin də partnyorumuzla yenə də baş tutur, davam edir. Bunun sadəcə dərəcələri var. Bəzilərində çox şüur altında, bəzilərində çox xəyanət edilib, valideynlər tərəfindən çox yalan danışılıb deyə bu daha çox baş verir. Bəzilərində fərqli tərəfdən baş verir. Amma əgər uşaqlıqda valideynlərimiz bizə necəsə yalan danışıbsa və yaxud da ki, aldadıblarsa, bu bizim münasibətimizə də təsir edir. Biz özümüz də özümüzü aldatmağa, biz özümüz də özümüzə xəyanət etməyə başlayırıq. Nəyə görə biz hal-hazırda öz seçimlərimizə xəyanət edirik? Bunun əsas səbəblərindən biri valideynlərimiz bizim seçimlərimizi göz ardı edib deyə bu xəyanət bizdə başlayır özümüzə qarşı. Əgər münasibətdə partnyorunuz davamlı şəkildə sizə yalan danışıb, sizi aldadırsa, deməli bu uşaqlıqda sizin hansı valideyninizlə yaşadığınız ssenaridir ki, siz bu ssenarini hələ də davam etdirirsiniz. Hansı valideyninizə güvənə bilməmişsiniz, hansı valideyniniz sizə yalan danışıb, sizi aldadıb və yaxud da ki, gizli işləri olub. Sizi seçmədiyini, sizi sevmədiyini düşünübsünüz. Həmin bu ssenarilər, bütün bunların hamısı sizin həyatınızda partnyorunuzla, mən təkcə münasibətlərdə bu tərəfdən danışıram, amma müştərilərinizlə olan sxemlərdə də, rəfiqələrinizlə olan sxemlərdə də davam edir. Bizim bu haqda bir çox canlı yayımlarımız olacaq, amma ki, bizim rəfiqələrimizlə olan münasibətimiz də əslində uşaqlıqda anamızla yaşadığımız münasibət sxemləridir. Sırf həyatımıza anamız kimi rəfiqələri seçirik. Və bunun zərərli tərəfləri də var, yaxşı tərəfləri də var. Çünki rəfiqələr bizi proqramlayır. Necə ki, biz qadınlar bəyləri proqramlayırıq. Bu haqda mən podkastımda demişdim. Qadınlar da qadınları proqramlayır. Yəni ki, ətrafınızda necə rəfiqələriniz olduğu birbaşa sizin həyatınızda nələrin baş verəcəyinin göstəricisidir. Əgər onların həyatında mənfi situasiyalar olursa və davamlı şəkildə bunlar sizə ötürülürsə, bütün bu mənfilər sizin həyatınızda da, sizin münasibətlərinizdə də olacaqdır. Mən podkastımızda da demişdim, anamıza qarşı olan duyğularımız bizim partnyorumuza qarşı olan duyğularımızdır. Bu %100'dür. Keçən dəfə mən öz rəfiqəmlə analiz edirəm, birə-bir çıxdı. Nə yazdısa,
Həmin testi onunla etdik. Daha sonra baxdıqda həqiqətən də gördük ki, anasına qarşı olan duyğuları, anası haqqında olduğu düşüncələri hal-hazırda partnyoruna qarşı hiss edir. Düşünür ki, partnyorum zəifdir, demək, anam da zəifdir, partnyorum da zəif idi. Ona görə partnyorun qazancı yüksəlmir, gəliri artmır onun yanındaykən. Bu enerji söhbətidir. Fərq yoxdur, siz bəyə nə qədər gözəl, yaxşı sözlər deyirsiniz, sən güclüsən, sən bunu edə bilərsən, sən onu edə bilərsən. Amma daxildən partniyora hansı enerjini ötürürük, şuur altında biz qarşı tərəfi hansı gözlərlə görürük, o qədər qazana bilir. Bunda o qədər uğur əldə edə bilir, o qədər qazancı əldə edə bilir. Birbaşa təsir edir. Bir də baxa bilərsiniz, əgər uşaqlıqda əgər davamlı şəkildə atanızdan atanız tərəfindən istəkləriniz qarşılanmayıbsa, böyüdükdə partnyorunuz tərəfindən də istəkləriniz qarşılanmır, göz ardı edilir. Bundan analiz edə bilərsiniz. Münasibətdə ya sərt oluram, ya çox fədakar, bağımlı, orta səviyyədə ayarlaya bilmirəm bəzən duyğularımı. Bunun səbəbi valideynlərimizin fərqli olmasıdır. Bir valideynimiz fədakar olub. Biz isə davamlı şəkildə enerjimizi bu tərəfə aşırıq. Bəzən bu tərəfə qaçırıq, bu tərəfi yoxlayırıq, yenə də alınmır. İstədiyimiz münasibət sxemi daha pis olur və yaxud da ki, bu tərəfə qaçırıq və bu zaman qarşı tərəfdə bəlirsizlik yaranır. İstədiyimiz münasibəti qura bilmirik. Fərqi yoxdur, həyatımızdakı partnyor necə biridir, kimdir. Biz bu münasibət sxemləri düzgün olmadıqda, onsuz da həyatımıza bizim istədiyimiz kimi doğru insanları da çəkə bilmirik. Bəzən insanlar istəyirlər ki, daha yaxşı bir işi olan partnyorla ailə qursun, evlənsin və yaxud da ki, daha zəngin olsun, daha dəyər verən, sevgi göstərən biri olsun, daha böyük hədiyyələr alan biri olsun. Amma bunlar bizim sxemimizdə yoxdursa, burada qeyd olunmayıbsa, belə deyim ki, kompüter kimi. Çox təəssüflər olsun ki, qarşı tərəf bunu göstərə bilmir. Çünki biz o enerjini ona ötürmürük. Əsasən də əgər bizim anamız qarşı tərəfdən hədiyyələr, dəyər görməyibsə, əlbəttə ki, bu bizdə olmadığı qarşı tərəf ötürmürük və bu bizdə alınmır. Belə. Bizim demək olar ki, 20 dəqiqəmiz qalır. Mən indi istəyirəm ki, biz açıq sessiyamızı edək. Kimlər açıq sessiyada iştirak etmək istəyir, əllərini qaldırsınlar. Mən bir nəfəri seçəcəm. Qeyd etdiyim kimi, video qayd olunur. Sadəcə səsiniz gələcəkdir. Münasibətiniz haqqında istədiyiniz bir sual verə bilərsiniz. Adınızı çox danışmağa, nələrsə ifadə etməyə ehtiyac yoxdur. Onsuz da bir neçə kəlmənizdən hər şey başa düşəcəm. Sadəcə olaraq adınızı və hal-hazırda münasibətinizdə nə yaşamaq istəyirsiniz? Məqsədiniz nədir, onu deyirsiniz. Əgər dediyim kimi qaydalara riayət olunmasa, çox danışmağa başlasanız, çox nəsə aydın göstərməyəm, dayanacaq və başqa bir insana keçəcək. Çünki mən istəmirəm ki, burada boş yerə vaxt itirək. Onsuz da bir sir də verim, bir şey dediyim. Əgər siz seans zamanı və yaxud da ki, təlim zamanı, açıq sessiya zamanı nəysə çox danışırıqsa, biz ümumiyyətlə bəzən gedirik rəfiqələrimizlə, insanlar söhbətlər edirlər, ürəklərini boşaltmaq üçün. Və düşünürlər ki, mən bu problemi istəmirəm həyatımda, həyatımdan çıxartmaq istəyirəm. Amma əslində o xanım o problemi istədiyi üçün onun haqqında danışır. O, onun üçün bir yol, bir çarə axtarmır. Sadəcə o problem ona sərf edir hal-hazırda nəyəsə görə, şuur altında hansısa səbəbə görə sərf edir. Buna görə də çox danışıb müzakirədən qaçmaq istəyir, əsas səbəbdən qaçmaq istəyir. Ona görə də çox danışmağa ehtiyac yoxdur. Məqsədinizi deyirsiniz, mən sualları verəcəm, cavablandıracaqsınız və bu şəkildə artıq hər bir şey aydın olacaqdır. Deməli, Ruhangil, sizin səsinizi açacağım. Səsi açın, zəhmət olmasa.
Ruhəngiz xanım. Aha, Salam. tanıyıram. Salam. Mən Axşam. bir şey demək istəyirəm. Mən Səsiniz yəni yaxşı əvvəl deyil. Bir dəqiqə. Biraz səsli şəkildə danışın. Biraz yavaş-yavaş danışmağa çalışın. Çünki biraz xırıltılı gəlir səs. Buyurun, davam edin. bəli, mən demək istəyirəm ki, həyat yoldaşım küsüb. Məsələn, hardasa 3 ildir belə küsüb mənə. Əvvəl yaxşı olmuşuq biz. Amma demək istəyirəm ki, bu küsüləri niyə baş verib? Nədir bunun səbəbi? Sizin məqsədiniz nədir? Nə istəyirsiniz bu münasibətdə? Artıq barış. Şeydən qurmaq. Yəni, Sadəcə səbəbini öyrən. münasibətimi deməli, əvvəlki vəziyyətə qaytarmaq. Əvvəl necə vəziyyət idi? Nə istəyirsiniz hal-hazırda? Necə Əvvəl, olsun? əvvəl məsələn, münasibətimiz yaxşı idi, bir-birimizi başa düşürdük. Düzdür, xırda münaqişələr olurdu, amma belə küskünlük olmadı da. Yəni, indi o küsüb, özünə çəkilib, bax, belə bir vəziyyətdir. Və 3 ildir bu belə davam edir. Bəli. Hal-hazırda onun sizə qarşı küslü olması sizə nəyə görə sərf edir? Niyə belə rahatçılıq verir sizə? Nə bilim, valla, belə bir duyğuda keçib mənə. Yəni, fikirləşirəm ki, düşünürəm ki, o bilirsiniz, biraz çox danışırdı. Çox belə danışırdı, aqressiyalıydı, əsəbləşirdi, özündən çıxırdı. Bu da mənə pis təsir edir. Çox bərk danışırdı, bax belə. Düşünürdüm ki, biraz məsələn, bu səsə alınsaydı, biraz belə də, yəni, necədir, sakitləşsəydi bu adam. Bax, belə bir şey. Amma mən, məsələn, belə düşünürəm, bilmirəm, bu onun köküdür mü, bu problemin kökü ola bilərmi? Məsələn. Bəs uşaqlıqda sizin hansı valideyniniz davamlı şəkildə çox danışıb, aqressiyalı olub, sizin sərhədlərinizi pozub? Əlbəttə ki, atam. Tamam. Hal-hazırda partnyorunuzla da eyni münasibət sxemlərini yaşayırsınız. Davamlı şəkildə uşaqlıqda atanız çox danışıb, sizə aqressiya göstərib, sizin sərhədlərinizi pozub və bu sizi çox narahat edib. Sadəcə uşaq olduğunuz üçün çox bir şey deyə bilməmisiniz, öz sərhədinizi qoruya bilməmisiniz. Və hal-hazırda bu partnyorunuzda baş verir. Bəli, deyildim bəzən də. Məsələn, öz aqressiya bilmişəm. Mən də Məldiyen olmayıb da, yəni Məldiyen deyəndə ki, çox istəyirdim ki, o da sakit olsun, həlim olsun, belə bir şey, bəli. Həm də bir şey var bizdə, məsələn, yoldaşım ana tərəfi daha çox istəyir. İstəsə, yəni o həmişə olub, mən də ona hörmət eləmişəm, sadəcə olaraq, o elədir ki, bizimlə heç nə gelişmir ailə olaraq, heç nə bizim məsləhətləşmir, ancaq onlarlandır. Bax, belə bir şeylər. İndi siz səsli şəkildə deyə bilərsiniz. Məsələn, mən deyəcəm, siz təkrar edin. Əziz atam. Əziz atam. Uşaqlıqda davamlı. Uşaqlıqda davamlı. Mənim sərhədlərimi pozmusan. Mənim sərhədlərimi pozmusan. Məni incitmisən. Məni incitmisən. Danışmısan. Çox danışmısan. Çox danışmısan. Buna görə də hal-hazırda sənin sevgini qazanmaq üçün həmin münasibət sxemini öz partnyorumla təkrarlayıram. Çünki bu şəkildə mənə daha rahatdır. İndi nə düşünürsünüz? Nə hiss edirsiniz indi? Ürəyim döyüldü belə. Yəni yaşadım elə bir. Duyğular çölə çıxır. Siz bugünə qədər onu burada boğazda bastırmışsınız. Əslində 3 il
küçülük belə Kesinlikle. dövr deyil, böyük bir dövrdür və əsasən partnyorunuzla bir evdə yaşayırsınızsa, bu uzun bir müddətdir və bu əslində sizə sərf edir. Çünki uşaqlıqda siz o qədər ataya qarşı aqressiyanı burada böyüdüb, sıxıb saxlayıbsınız ki, hal-hazırda partnyorunuza onu proyeksiya etdiyiniz üçün onun danışmaması sizə sərf edir. Bu rahatdır sizin üçün. Ona görə bugünə qədər hər hansısa bir addım atıb onunla bu barışığı qurmamısınız. Amma Demek bu istediğiniz bizdən ki, başlayıb çox rahatdır. Bunun üçün texnika falan da etməyə çox ehtiyac yoxdur. Siz sadəcə artıq bunu görürsünüz ki, bu sizin əvvəldə yaşadığınız münasibət sxemidir. Bu sizin atanıza qarşı olan duyğularınızdır, partnyorunuz ayrıdır. Siz sadəcə səsli şəkildə təkrar edirsiniz ki, mənim atam başqa insandır, mənim həyat yoldaşım başqa insandır. Mən atamı həyat yoldaşımdan ayırıram. Münasibət sxemlər tamam fərqlidir. Və bunu dedikdə belə siz artıq görəcəksiniz ki, siz onunla danışmaq istəyirsiniz və o ondan çıxandan sonra da sizinlə çox rahatlıqla danışmağa başlayacaqdır. Bəlkə də bu şəkildə siz onun hansısa sərhəddini çox ciddi şəkildə əslində zədələmisiniz ki, partnyorunuzun, yoldaşınızın. O artıq 3 ildir ki, bu münasibətə davam edir. Biz münasibətdə qarşı tərəfə də baxmalıyıq. Qarşı tərəf hansı hissləri yaşayır, qarşı tərəfin əslində biz nə qədər sərhəddini pozuruq. Bunun üzərində işləməlisiniz Ruhangiz xanım. mən deməliyəm ki, yadımdan çıxdı barışıq. Nə deməliyəm? Atam başqa adamdır, partnyorum başqa adamdır. Neyi təkrarlamalıyım? Tam yadımda bax qalmadı. Bəli, sadəcə təkrarlayırsınız ki, indi mən deyəcəm, siz təkrar edin. Sadəcə gözünüzü yumun. Gözünüzdə canlandırın ki, qarşınızda 2 insan var. Biri partnyorunuzdur. Və partnyorunuzun sanki içindən atanız çıxır. Və o partnyorunuzun yanında dayanır. Və siz artıq görürsünüz ki, onlar bir insan deyil. Onlar fərqli-fərqli insanlardır. Biri sizin atanızdır, biri sizin partnyorunuzdur. Bu şəkildə. Və siz səsli şəkildə deyin. Sən mənim partnyorumsan, partnyorunuza baxıb. Və atanıza baxın. Atanıza baxıb deyin ki, siz mənim atamsınız. Siz mənim atamsınız. Belə. Gözlərinizi aça bilərsiniz. Bu haqda biz sessiyalarımızda daha dərinən işləyirik. Belə qısa olmur. Sadəcə indi mən sizə yol göstərdim ki, siz şüur altınızda artıq ayırt etməyə başlayasınız. Əslində hər şey çox sadədir. Biz sadəcə şüur altında texnikalar vasitəsilə valideynləri ayırdıqda, münasibət sxemlərini ayırdıqda münasibətlərimiz dəyişir və biz artıq daxilimizdəki qarşı tərəfə aynalamırıq. Daxilimizdəki tamam fərqli şeyləri qarşı tərəfə aynalamağa başlayırıq. Belə. Çox sağ olun Ruhangiz xanım. Mən bunu hər də etməliyəm. Yox, sadəcə bir dəfə etməyiniz yetərlidir. Texnikalar bir dəfə etdiniz, nəticəsini görəcəksiniz. Çox sağ olun, təşəkkür edirəm. Siz də çox sağ olun. Belə. Başqa kimsə sessiya istəyirmi? Bəlkə fürsət verdim. Baxaq. Bəli, münasibətlərdə biz daxilimizdəkini qarşı tərəfə bu şəkildə aynalayırıq. Şüur altımızda olan sxemləri bu şəkildə qarşı tərəfə aynalayırıq. Müştərilərə, partnyorumuza, rəfiqələrimizə, ümumiyyətlə hər bir kəsə bu şəkildə partnyor aynalayırıq və əslində ən əsas bir səbəbi də sizə burada aynalamaqda demək istəyirəm ki, biz əslində uşaqlıqda hansı sxemlər yaşamışıqsa, valideynlərimizlə, anamızla və atamızla həmin sxemləri biz özümüzə qarşı da göstəririk. Yəni ki, əgər uşaqlıqda hansısa valideynimizin bizə dəyər vermədiyini hiss etmişiksə və bu cür proqramlamışıqsa şüur altımızı, böyüdükdə biz özümüzə dəyər vermirik. Çünki bizim üçün ən təhlükəsiz olan budur. Və həyatımıza elə partnyor gəlir ki, o partnyor da bizə dəyər vermir. Və bütün bunlar tutuşur. Burada suallarda çox geniş ətraflı yazırsınız. Bütün mövzular haqqında yazırsınız. Ona görə tək-tək toxuna bilmirəm. Daha suallarınızı bir aydın şəkildə bir məsələ üzərində versəniz, mən şəxsdə də cavablandıraram, burada rəylərdə də cavablandıraram. İstədiyiniz zaman orada sual-cavab yerləri var. Orada suallarınızı yazırsınız, podkastların altından rahat bir şəkildə cavablandıraram. Hər birisinə diqqət edirəm, narahat olmayın.
Biz canlı yayımızı yavaş-yavaş sonlandıracağıq. Çalışacağım ki, mütləq kaydı əlavə edim və oradan daha geniş şəkildə baxasınız. Münasibət sxemləri haqqında əsas kök səbəbləri danışdım bugün sizə. Nəyə görə həyatınızda bütün bunlar baş verir? Bugün istəyirəm ki, gedib oturub düşünəsiniz. Yazıb qeydlər də edə bilərsiniz ki, mənim ana atamla olan münasibət sxemlərim necə olub ki, hal-hazırda münasibətimə yansıyır. Nəslimdəki qadınlardan hansı münasibət sxemləri hal-hazırda mənim həyatımda baş verir? Bunları qeyd etməyiniz və ana atamın yaşadığı həyat ssenarilərindən hansılar hal-hazırda davam edir. Bunları qeyd edib artıq real şəkildə səbəbləri görməyiniz belə sizin düzgün şəkildə dəyişməniz olacaqdır. Bunu daha dərindən işləməyiniz üçün mütləq şüuraltı texnikalarla bunları dəyişməlisiniz. Fərdi seanslara da qoşula bilərsiniz mənimlə birlikdə. Dediyim kimi bu ay sonunda mən birazdan qeydiyyat açacağım. Çox uyğun qiymətə çox böyük bir proqramımız olacaqdır. Proqramda çox gözəl texnikalar olacaq. Orada chatda bir-birimizlə çox gözəl söhbətlər edə biləcəyik. Daha dərindən araşdırmalar edəcəyik. Bir-birimizə dəstək olacağıq. Çünki sırf qadınlar olacaqdır. Və orada rəqslər də hazırlayıram mən. Çünki rəqslər vasitəsilə də siz artıq texnika kimi bir çox şeylər dəyişdirə biləcəksiniz. Həyatınıza daha gözəl duyğular gətirəcəksiniz. Tamamilə o aşağı ayıb, utanc, fədakarlıq, qurban rolu, dözüm, xilaskarlıq rolu, bütün bunların hamısını çıxardacağıq. Əsasən də o üzərimizə yüklədiyimiz məsuliyyətlər var. Kişi roludur. Daha sonra bir çox fərqli məsuliyyətlərdir. Onların hər birisini götürəcəyik və onun yerinə daha həzz, gözəllik, sevgi, rahatlıq, istirahət, bütün bu duyğuları əlavə edəcəyik. Bu sizin bütün həyatınızda, bütün həyatınızın sferalarında, sağlamlığınızda, ətraf mühitinizdə, münasibətlərinizdə tamamilə öz sözünü deyəcəkdir. Belə. Çox sağ olun qoşulduğunuz üçün. Suallarınız olsa mənə aşağıda qeyd edə bilərsiniz. Qeydiyyat üçün aşağıdan mənə yazın. Mən ilk məlumat verəcəm və bron ödənişləri edib ay sonuna qədər ödənişləri də tamamlaya bilərsiniz. İlk qeydiyyatdan keçənlər üçün isə xüsusi endirimim olacaq. Ona görə də hələ qiymətləri paylaşmamışam. Daha sonra qiymətlərimiz yüksələcəkdir. Hələlik.